Ləyaqətin axmaqlıq kimi qəbul edilməsi. 14-cü əsrdə İbn Xəldunun qələmə aldığı Müqəddimə adlı əsərdə cəmiyyətin çöküşünün əsas səbəblərindən biri olaraq göstərilən bu məqam hazırda Azərbaycan cəmiyyəti, təhsil sistemi, eləcə də dövlət idarəçiliyinin ən böyük problemlərindəndir. Sırf öz məktəb təcrübəm əsasında edirəm ki, təhsil hal-hazırda yeni nəsli kör qoymağa xidmət edir. Bunun üçün də ilk növbədə müəllimi kör və kölə eləməyə çalışırlar. Müəllimi mağmun vəziyyətinə gətiriblər. Onun hər cürə azadlığını, idarəçiliyini əlindən alıblar, getdikcə də alçatmağa çalışırlar. Təsəvvür edin ki, kurikulumun əsası şəxsiyyət yönümlülük prinsipinə söykənir, amma bunlar müəllimin özünün şəxsi azadlığını, şəxsiyyətini heçə sayırlar, onun ən primitiv görünüş azadlığını belə ona çox görürlər. Yəni müəllimin əqidəsi, davranışları yox, ilk növbədə görünüşü nəzərə alınır. Məktəblərdə hal-hazırda çox böyük korrupsiya, ləyaqətsizlik faktları var. Korrupsiya videomda da ətraflı qeyd etdiyim kimi, bu söz latıncadan korlamaq mənasına gəlir. Yəni təkcə maddi məsələ deyil. Uşaqlara layiq olmadığı qiymətləri yazmaq, onları hazır-nazirə öyrəşdirmək özü bir korrupsiya faktıdır. Yəni onları indidən kör qoyurlar, körrüyürlər. Dərslərdə də siz qeyd etdiyim kimi əziyyətsiz, zəhmətsiz qazanılan heç bir şeyin dəyəri ola bilməz. Burada biz əzab-əziyyətlə zülm-zilləti qarışdırmamalıyıq. Yəni istismar altında çalışmaq kimi anlaşılmamalıdır. Əksinə, insan əziyyət çəkməlidir, bir şeyə layiq olmalıdır və ondan sonra məhz layiq olduğunu iddia etmə haqqına sahib olmalıdır. Yəni insan bir şeyə layiq deyilsə, haqq tələb edə bilməz. Bu vəziyyətin də əsas səbəbi ilk növbədə siyasi idarəçilik və onun əlaqəsi olan təhsil sistemindən qaynaqlanır. Yəni müəllimi hərtərəfli azad düşüncədən, azad davranışdan məhrum ediblər və müəllimlər qorxur azad davranmağa. Yəni təsəvvür edin ki, işimi dürüst gördüyümə görə tənqid edilirdim. Sən buranı düzəltməyə gəlmisənmi? Sözünü dəfələrlə eşitmişəm. Fakt belə nə qədər korruptlaşma, korlanma, pozulmanın bir göstəricisidir. Əxlaqi cəhətdən artıq təhsil sistemi iflasa uğrayıb. Məqsəd də bəllidir, cəhalət qüvvət ideologiyasını həyata keçirmək. Bu məsələlərdən ilk növbədə müəllim, təhsil işçiləri və intellektual təbəqə bəhs etməlidir. Müəllim siyasi tənqidi təfəkkürə malik olmaq məcburiyyətindədir. Amma bir yerdə ki, təhsili standartlaşdırma, kölələşdirmə alətinə çevrilibsə, layiq olanların yerini layiq olmayanlar tutursa, deməli burada artıq ictimai çöküş başlayıb və bunun əcrini bütün cəmiyyət, yeni nəsillər ödəyəcək.